və onun tez qurumasına gətirib çıxara bilər. Buna görə də bu faktorları nizamlamaq çox önəmlidir. İkincisi, üzün təmizlənməsi. Əgər üzünüzü təmizləyirsinizsə, bu zaman aqressiv maddələr, tinzitlər adını verdiyimiz iritə edəcək, yəni üz baryerini dayıca da dağıdan, dayıca da pozan məhsullardan uzaq olmaq lazımdır və pH-ı 5.5 olan məhsullarla üzün yuyulması tövsiyə olunur və bunun da tərkibində dediyim kimi natrium lauril sulfat, yəni SLS formasında yazılan maddə. İkinci nüansımız baryeri, üz dərisinin baryerini möhkəmləndirməkdir. Bunun üçün özündə nəmi saxlayan maddələrin olduğu məhsullardan istifadə edə bilərik. Bu maddələr urea, gliserin kimi maddələrdir və həmçinin də hialuron turşusu kimi və digər tərəfdən paralel olaraq da yağ özündə üzə lazım olan yağı, lipid dediyimiz həmin maddəni saxlayan maddələr, məsələn